Rasul bəy, səfər namazı ilə bağlı, orada əgər aylarla, günlərlə işləməyə getmişsə, aylarla işləməyə getmişsinizsə, səfər namazını əsl etibarilə qılmamaqdır, hər namazı vaxtında qılmaqdır. Yox, bir həftə, 5 gün, 10 gün, 20 gün işləyib yeri qayıdacaqsansa da, bu səfər səfər namazı qılırsan, 2 iş qılırsan inşallah, 2 iş qılırsan və hər namazı vaxtında qılsan daha yaxşıdır, amma birləşdirə də bilərsən. Səfərdən əgər gəlməyin bəlli deyilsə, yəni bayaq dedik, əgər bəlli deyilsə, məsəl üçün, bəlli necə ola bilər? Bəlli deyil. Yəni, bəlli deyildə iş var, təxmini 3 ay tutursan. 3 aydan sonrası bəllidir. Uzana da belə qalar. Sən özün səfərdə deyilsən. Konu kapanmışdır. Sən 3 günlük getmişsən, qala da bilərsən, 3 gün gəldi, tamam ona cavab gəlmədi. 4 gün gəldi, cavab gəlmədi. 5 gün gəldi, cavab gəlmədi. Sən belə 1 ildə qalsan, səfər namazı qıla bilərsən. Yəni, sən getmişsən bir həftəlik işləmlə, 10 günlük işləmlə getmişsən. 10 gündə nəticə bəlli. 11-ci gün oldu, alınmadı. Xəbər çıxmır. Problemlər çıxır, yağış çıxır, qar yağır, yol dəyişir, bomba partlayır, göydən samolyot yerə düşür, yerdən qalxır, gəmi suya girir, sudan çıxır. Nə o bir şeydə min bir türlü bahanələr. Yəni, mal gəlmir, qəsdim olur, yəni mal gəlmir, ona görə başlaya bilmirsən və s. Gözləyirsən, tıxas var, probka var, yollar bağlanıb, gözləyirsən yəni. Sən səfərdəsən yəni, çünki nəyə görə işin həll olub geri qayıtmalısan. Amma yoxsa getmirsən Rusiyaya. İş başdan deyilir ki, 4 ayda iş var, müqavilə bağlısan. 4 ay, sən səfərdə deyilsən yəni. Məsələn, biz tələbə olaraq gedirik Suriyada oxuyarkən, biz tələbə nə edirdik tələbə olanda? Biz orada 9 ay qalırıq da, sonra gəlib məmləkətə. Biz o səfər namazı qılmırıq ki yəni. Bu səfər namazı sayılmır inşallah.